Bəqi ibn Məxləddən rəvayət olunan hadisəni inşallah danışmaq istəyirəm. Hansı ki, oğlu Bəqi ibn Məxləddən rəvayət edir. Söyləyir ki, Məğribdən çıxıb piyada yola düşdüm. Bir rəvayətdə gəlir ki, 2 il yol gedib. Uzun yol gedib və kasıb olduğu halda. İmam Əhməd ibn Həmbəldən ilm almaq üçün deyə çıxdım evimdən. Görün hardan çıxır, indi İmam Əhməd soruşacaq. Nə boyda bir məsafəni gedir ki, gedim çatım şeyxdən hədis oxuyum, hədis dinləyim. Diziyin dibində oturum. Məqsədim deyir, Bağdada çatıb Əhməd ibn Həmbəllə görüşmək idi. Bağdada yaxınlaşanda deyir, eşitdim ki, xəlifə ona hədis danışmaq qadağan edir. Və insanlarla görüşməyə icazə vermir. Bu xəbər deyir, məni çox kədərləndirir. Fikir verin həmçinin hadisəyə, qardaşlar. İmam Əhmədə, sələfə fikir ver, rəhbərə itaətinə bax. Danışmaq qadağan idi. Hədis danışmaq qadağan idi. Bir neçə il, Şeyx Ali Şeyx deyir ki, bir neçə il heç nə danışmadı. Heç kəsə heç nə danışmadı. Qapına gələnlərə belə heç nə elmdən öyrətmirdi. İtaət edirdi rəhbərinə. Bu da sünnədəndir. Məclisdə getdim, orada deyir, gördüm ki, Yəhyə ibn Yəhyə dərs deyir. Böyük alimlərdən idi, Yəhyə ibn Yəhyə. Əstəğfurullah, Yəhyə ibn Məyin. Gördüm ki, dərs deyir, mən isə yalnız Əhməd ibn Həmbəl arzulayırdım. Ondan elm götürmək idi istəyim. Nəhayət getdim, İmam Əhmədin deyir, qapısını tapdım və qapını döydüm. Açdı qapını, ona dedim ki, ey Əbu Abdullah, mən uzaqdan elm tələb etmək üçün gəlmişəm. Bura yalnız sənin üçün, yəni səndən hədis öyrənmək üçün gəlmişəm. Mənə baxıb dedi, hardansan? Mən İmam Əhmədə dedim ki, Məğribdən. Dedi, Afrika. İmam Əhməd sorur ki, Afrikadansan, oradan gəlmişsən o tərəflərdən. Dedim, ondan da uzaqdan, Əndəlusdan gəlmişəm. Yəni İspaniyadan. Ondan da uzaqdan gəlmişəm dedi. Bağdada. Fikir verib piyada getmişdi. Piyada, qardaşlar. Piyada. İmam Əhməd deyir, mənə söylədi ki, həqiqətən yerin çox uzaqdır. Yəni, çox uzaqdan gəlmişəm. Mən sənə kömək etmək istərdim, lakin halımdan yəqin xəbərim var ki, mənə qadağan ediblər. Danışa bilmərəm, hədis. Ona dedim ki, ey Əbu Abdullah, mən onsuz da buralarda tanınmıram. Müsafirəm, yəni qəribəm. Əgər icazə versən, bir rəvayətdə gəlir ki, bu özü deyir, bir rəvayətdə gəlir ki, İmam Əhməd rahimallah özü təklif edir ki, belə etkinə. Deyir, əgər icazə versən, hər gün dilənçi formasında gələcəm qapına. Qapını döyüb, dilənçilərin dediyi kimi səndən istəyəcəm deyir, dilənəcəm. Azuqə istəyəcəm səndən. Sən də deyir, qapıya çıxarsan və mənə bir dənə də olsa deyir, hədis danışarsan. Görün, hərisliyinə baxın elmi öyrənməkdə. Allah onlara rəhmət etsin. Bizə elmi belə çatdırıblar, qardaşlar. İmam Əhməd dedi ki, şərtim odur ki, məclislərə harası gedəndə danışmacına, demə yəni. Görünməcına. Dedim ki, şərtini qəbul etdim. Bəqi davam edir, rahimallah söyləyir ki, beləcə mən hər gün bir əski parçası başıma salardım, bağlayardım, dinənçi formasında, görünümdə, əlimə ağac alardım, dinənçi kimi gedib deyir, İmam Əhmədin qapısında dinənirdim. O da deyir, qapıya çıxardı, mənə deyir, bir dənə çörək verərdi, diləndiyimə görə. Bir dənə mənə çörək verirdi və bir hədis danışırdı. Fikir verin, onlar alimlər idi, hədis rəvayət edənlər idi. Bizə din belə çatıb. Rəvayətlərlə, səhih isnadlarla, həddəsənə fulan, həddəsənə fulan, həddəsənə fulan, həddəsənə fulan, an fulan, o da Peyğəmbər sallallahu aleyhi və səlləmdən. Bu hədisin sənədidir, qardaşlar. İsnadıdır. Onlar da bu isnadları əzbərləyirdilər və baxırdılar o deyən kişilərin sadiq olmaqlarına, yalancı olmamaqlarına, dininə itaat edən kişilərdən olmaqlarına, elə olduğu halda onlardan elmi götürərdilər. Və İmam Məlik də bir hədis bu belə zənciri ilə o dilənçiyə çörək verəndən sonra onu danışardı və deyir ki, bu
vəziyyət xəlifə öləndən sonra qadağa götürülənə qədər bir neçə il davam etdi. Subhanallah, bir neçə il adam İmam Əhmədin hər gün qapısına gəlib, dilənib, çörək alıb bir hədis öyrənib geri qayıdırmış. Deyir ki, o zamanki qadağa götürüldü, artıq xəlifə dəyişir. İmam Əhmədə icazə verir dərslərə. Allah onların hər birindən razı olsun. İmam Əhmədin də şanı ucaldı, məclisi böyüdü. Mən onun dərslərinə gələndə məni görən kimi deyir, yanına çağırardı. Öz yanında otuzdurardı, deyir İmam Əhməd. Və tələbələrinə deyir, məni göstərərək deyərdi ki, həqiqi elm tələbəsi bax budur. Deyər ki, həqiqi elm tələbəsi bax budur. Bəqi İbn Məxləd, rahiməhullah. Və İmam Əhmədin müsnədində rəvayət edən kim oldu? Həmin o dinənci formasında gələn oldu ki, İmam Əhməddən rəvayət etdi. O qədər hədisi, bəzi isnadda gəlir ki, 30 min hədis. 30 min. Təsəvvür elə qardaş. Nə boyda məsafəni gəldi piyada, hər tapdı, Rəbbinə dua elədi. Hər gün dilənçi formasında gəldi, öyrəndi. Ta ki, müsnədi yığdı, əzbərlədi başında, hifzində qorudu. Sonra da azadlığa çıxdı, oturdu yanında. Bax, belədir qardaşlar, elm üçün əziyyət çəkmək lazımdır. Bu, böyük bir şanı uca olan bir mərtəbədir, məqamdır. Elm və onun fəziləti, əhli. Bir hədis daşıyırsansa, artıq sən fəzilət sahibisən. Bir hədis daşıyırsansa Allah Rəsulundan, səhih hədis. Və bilirsən, sənin üzərində düşən çatdırmaqdır. Ailəndə, qonşunda, elində, obanda. Çatdırdınsa artıq dəvətçisən. Hər birimiz dəvətçiyik. Evində, elində, obanda, hər yerdə. Ona görə oturuşumuza, duruşumuza diqqət eləməliyik və ən birinci də bilmək lazımdır ki, elmdən öncə nədir? Ədəbdir. Deyərlər ki, ədəbi qəbul edelim. Ədəb elmdən öncədir və bunu heç vaxt yadımızdan çıxartmayaq. Və Allah müvəffəq eləsin, inşallah Şeyx Abdullah Buxarinin ədəb haqqında olan dərslərinə başlayırıq inşallah. Ona da tövsiyə edirəm ki, aktiv iştirak edək. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bu məclisimizi xeyirli etsin, bərəkətli etsin və kimlər səbəbkar oldusa Allah onlardan razı olsun və bu salih əməli qəbul etsin. Aqulu ma tesmaun və estağfirullah li və lakum və li sayyidil muslimin min kulli zəmb və estağfiruhu innehu huvel gafurur rahim.